Allahın salamı və bərəkəti üzərinizə olsun. Ərəb ölkələrinin birində deməli iki dost olur. Bunlar birlikdə hərəsi 150 min pul qoyaraq birlikdə iş qururlar. 9 il keçdikdən sonra bunların işi böyüyər, hərəsi deməli çoxlu pul qazanarlar. Bu müddətdə onlar dostluqlarını davam elətdirərlər, evlər tikərlər, evladlarını böyüdüb evləndirərlər. Bir gün dostu gəlir ki, bəs mən şəriklikdən çıxıram. Deyir, çox pis oldum, nəyə görə şəriklikdən çıxırsan? Deyir, heç mənə pul lazımdır, ona görə ayrılıram. Dedim, yaxşı. Hesabladıq, hərəmizə 350 min pul düşürdü və böldük. 350 min ona, 350 min mənə. Getdik. 4-5 aydan sonra deməli, mən məscidə gedib namaz qılarkən dedilər ki, bəs cənazə namazı var. Çıxdı cənazə namazına, kimdir bu? Dedilər, sənin dostundur. Dedim, Allah Allah, nə zaman oldu bu? Dedi ki, sübh namazında olub. Cənazə namazını qıldıq, sonra onların evinə getdim, başsağlığı verdim. Dedim ki, dünya malına elə başımız qarışıb ki, heç vaxt bir-birimizdən xəbərimiz olmayıb. Və sonra qayıtdım evə. Evə qayıdandan sonra 3-4 gün sonra bir də gördüm ki, qapı döyüldü. Qapını açdıqda gördüm bir tanınmış tacirdir. Dedi, sən filan kəssən? Dedim, bəli. Dedi, xəbərim var, bəs? Dedim, nə olub? Dedi ki, sənin dostun məndən 350 min borc götürür. Dedim, bəs bura niyə gəlmirsən? Dedi ki, evlərinə getdim, qəbul etmədilər, borcu vermədilər. Ona görə bura gəlmişəm. Dedim, onlar belə bir iş tutmazlar. Onlar elə bir ailə deyil. Gəl onda mənimlə gedək. Deyir, bəli, bununla qoşulub bir-birimizə getdik onların evinə. Qapını döydük, qapını açdılar. Dedim, məni tanıyırsınız? Dedilər, bəli, tanıyırıq. Sən bizim atamızın dostusan, qardaşısan. Dedi, bəs bu adamın borcunu niyə vermirsiniz? Dedi ki, ata bizə deməyib, ona görə də biz onu vermirik. Dedim, bu elə bir adam deyil, şəhərin tanınmış tacirlərindəndir, bu heç vaxt yalan danışa bilməz. Dedilər, yox, ata bizə deməyib, ona görə də biz o borcu verə bilmərik. Deyir ki, baxdı, dedi, halal etmirəm. Doğrudan da mən çox pis oldum, bu mənə çox pis təsir elədi, qayıdıb gəldik. 2 gün evdə buna görə yata bilmədim. Gedib hesabımdan 350 min pulu çıxarıb, getdim həmin tacirin yanına. Qapısını döyüb, dedim ki, al bu pulu, onun halallığını verginəm. Dedi, pulu sən verirsən, yoxsa ailəsi verir. Dedim, sənə nə dəxli var ki, mən verirəm, yoxsa ailəsi verir. Dedi, yox, halal etmirəm. De görüm, bu pulu sən verirsən, yoxsa ailəsi verir. Dedim ki, pulu mən verirəm. Sən halallıq verginən qoy onun qəbri rahat olsun. Dedi, əgər pulu sən verirsənsə, onda 200 minin götürürəm, qalanı sənə halal olsun. Bəli, onunla halallaşıb çıxıb gəldim. 3-4 gün sonra deməli, şəhərin bir yerində icarəyə dükanlar var idi, 2 dükan var idi. Həmin o dükanları icarəyə götürmək üçün getdim. Dükan orada ərzaq satmaq üçün. Dedim ki, axtarıb dükan sahibini tapdım, onunla müqavilə bağlamaq üçün. Müqavilə bağlayanda mənim adımı gördükdə dedi ki, sən o filan kəssən ki, dostunun halallığını almışsan. Dedim, Allah Allah, bütün tacirlər arasında bu söhbət yayılıb. Dedim, bəli, mən həmin adamam. Dedi, sən dostunun halallığını aldığın üçün
15 il həmin dükanları sənə pulsuz icarəyə verirəm, 15 ildən sonra baxarıq. Bəli, qayıdıb gəldim, həmin dükanlara əl gəzdirdim, onların abadlığı ilə məşğul oldum. Pulum artıq tükənmişdi, çatmırdı. Bir də gördüm ki, dükanın qarşısında 2 dənə tır dayandı. Məndən soruşdular ki, sən filan kəssən? Dedim, bəli, mən filan kəsəm. Dedi, filan şəhərin tacirləri bu ərzaqları sən üçün göndəriblər. Vurun malları dükana. Dedim, qardaş, axı mənim pulum yoxdur. Dedilər ki, 50% sənə bəxşişdir, 50%-ni satarsan, sonra ödəyərsən. Bəli, beləliklə malları dükana vurdular. İndi artıq mən ticarət sahəm böyüyüb, gəlirim 30 milyonu keçibdir. İndi qardaşlar, kim sidqi ürəkdən Allaha xatir bir iş görərsə, Allah ona bütün qapılarını açıb elan edər. Hər şey Allahın əlindədir. Allah nə istəsə, o da olar. Allah bizi öz istəkli bəndələrindən hesab eləsin. Diqqətinizə görə sağ olun, hamınıza minnətdarım.